hazırda kətdə sezondur və ən qırğın vaxtlardır demək olar ki. Bilirsiniz ki, kənd əhalisi daha çox ruzisini əkindən, biçindən, mal-qaradan götürür. Ona görə də 2 ayı ruzi toplamaq üçün insanlar əməlli başlı dəridən qabıqdan çıxır. Mənim yoldaşım da onlardan biridir və bugün demək olar ki, saat gecə 2-də yatıb, 5-də oyanıbdı. Nə səhər yeməyi yemişdi, nə günorta yeməyi yemişdi. Mal-qaraya da özü baxır deyə düşündüm ki, bugün onun üçün bir jest eləyim. O gəlincə mən özüm malı heyvanı rəhlayım. Rəhlayım deyəndə ki, biri yemini tökdüm, bir də suyunu verdim. Deyim bu işi də axirətdə savab işlərimin arasına qoysunlar. Və keçən dəfə bostan əkdiyim zaman, yer bellədiyim zaman bir xanım gəlib yazmışdı ki, son zamanlar bu nədir? Reyting xatirinə quş yığmaq üçün hamı həyət işləri görür. Mən isə onu normalda da onsuz da bu işləri gördüyümüzü sadəcə bundan öncə çəkib paylaşmırdıq. İndi ara sıra çəkib paylaşırıq deyəndə isə mən ən azından kişi işi görmürəm, nə olur olsun xanımlığından ödünc vermərəm demişdi. İndi bu videoda da onu yazacaq olanlar vardısa, etmək istəyirəm ki, ruzi qazanmağında, zəhmət çəkməyində qadını kişisi olmur. Tariximiz Tomris Həcər xanım kimi həm gördüyü kişi işləri, həm də ki xanım xatunluqları ilə əməlli başlı dillər əzbəridir. Və yaxud da ki, bugünkü günümüzdə çox kişi işləri görüb, halal zəhməti, əziyyəti ilə övlad böyüdən bəs qədər analarımız, bacılarımız var. Və siz bu haqda nə düşünürsünüz? Gəlin rəylərdə danışaq.